Bugün Saz Söz Məclisinə çox maraqlı bir ifasını dəvət eləmişik. Niyə belə deyirəm? Çünki qısa bir müddətdə Azərbaycanda böyük sürətlə tanınmış gənc bir aşıq, Toğrul Ataxallı. Təqribən 2 ya 3 il bundan qabaq efirə dəvət eləmişəm və biraz sonra da birbaşa dastana çıxartmışam, Yetim Aydın dastanına. Onu da deyim ki, Toğrul Ataxallıya el cəmaat arasında elə həm də Yetim Aydın deyirlər. Çünki obraz o qədər gözəl yaradır. O qədər ürəkdən canlandırıb ki, dastanı o obrazla yaşayıb. Bu da böyük bir fəxrdir ki, bir dastanın obrazı sənin belə deyək, simanda tanınsın və sevilsin. Bugün Toğrulu çağırdıq və Toğrulu çağıranda düşündüm ki, mütləq o özünə məxsus havalarla gəlməlidir. Az oxunan, adamların az tanıdığı havalar və qədim havalar, adamların ürəyindən xəbər verən saz havaları və onların təqdimatı Toğrulun ifasında həmişə çox gözəl səslənir, çox bəyənilibdir. İnşallah bugün də elə olacaq. Ustadımız buradadır, Ustad Balabançımız Ələkbər Ələkbərli. O da Toğrulla birlikdə çox ikisinə məxsus və qəribə bir dastanvari hərəkətlər, teatral hərəkətlər, özünə məxsus şirinliklər dastan boyu gedəcək və eləcə də görəcəyik ki, dastan parçaları, böyük ustadlardan olan şeirlər, havalar, bunların hamısında yeni bir belə də gözünə məxsusluqları görəcəyik. Toğrula uğurlar arzulayaq, çünki o uğurlu yol gəlibdir. Yəni, bizim verilişimizin ilk məqamından bu günlərə qədər uğurla gəlib, inşallah uğurla da yoluna davam eləyəcək. Mən düşünürəm ki, yaxın gələcəyin ustad bir aşığı, dolğun və yetkin bir aşığı ortadadır və yolunu uğurla davam eləsin. Meydan sənindir və hər ikinizə uğurlar. Məhrəm müəllim, çox sağ olun, təşəkkür edirəm. Deyirəm ki, ifalarımızın bismillahını elə qədim Naxçıvanı ilə başlayaq, sözlər Molla Cumadan olsun. Mənə məth eyləmə dünyanı, ha bu dünya bir bekara dünyadır. Hələ adam peyğəmbərdən qabağa bir üzü ar, bir qara dünyadır.
Deryalar bulanmaz taş atmaqla, Qəvvaslar qərq olmaz su daşmaqla, Alimlər danlayar danışmaqla, Al-Arifə, yekşarə dünyada Balabancı. Bəli. Neçə ildir sənətdəsən? 7 yaşından. Neçə il eləyir? Bir də 54 yaşım var. Ay, Hardasa maşallah. 49 il. 47 yaş. Bəli. 47 il. Günlərin birində bir dəli balabanı götürüb bir barmağımla balabanın bir deşiyini tutub pülür, deyirlər, "Ha qardaş, nə edirsən, beynimiz yetdi" deyə görmürsən, balaban çalıram. Çox sağ ol. Deyirlər, qardaş, balaban elə çalınmır, görmürsən, Ələkbər usta balaban çalanda barmaqlarını Elə mən də balabanı... bilirəm, balamançılar dəli olur. Yox, o biraz sizdən fərqli dəli olub. Deyə görmürsən, balabancı Ələkbər balaban çalanda barmaqlarının birini götürür, balabanın deşiklərinin üstə, o birisini qoyur, bu birisini götürür, bu birisini... Deyir, Ələkbər usta 47 ildir, mən tutduğum deşik axtarır, hələ tapa bilməyib. Ona görə barmaqlarının birini götürür, o birisini qoyur. Sağ ol. Heç bənzərmir günə lampa işığı, qarın doymaz yalamakla, qaşını ayırlar, qaşını ayırlar, qaşını. Vallahi senin kimi yaşlı, elbet çeker bir gün daha. Dünya dünyalar, dünya dünyalar, dünya dünyalar, dünya Heç bənzər mi günə lampa işığı? Qarın doymaz yalamakla qaşığı. Molla Cuma, sənin kimi aşığı əlbət çəkər bir gün dara dünyadır. Bəlmənməzlərim, növbəti hava Dərbəndi havası, görək miskin Abdal, necə deyib tərəfindən ərz eləyək. Asla gelen bu güzeller sultanı, asla gelen bu güzeller sultanı, gelişinden memnun olur, dünyalarım değmezdi benim xəstə gönlüm. Değmezdi benim xəstə gönlüm. Siyah üstündən nasıl dünyadalar Asla geden bu güzeller sultanı, yerişindən məlum olur hürüdür. Deyin, bəsdir mənim xəstə könlümü siyah zülfün zəncirində sürüdür. Şah Hüsnü
basıldım, çıldır çıldır 4 məqama yazıldım. Hicran ləşkərinə endim, basıldım, 4 yanımı qurtlar, quşlar bürüdü, götürür dubara. Seyraqba əyildi mi görənlər, aşıqsınsa sinəylər, görənər. Belə deyər bu halımı görənlər, miskin Abdal bir zamanlar piridi, usta balabancı bir xançobanın havasından. Deyirəm, xəstə Qasımı yad eləməsək, günah olur. Bəli, bəli. Ustad balabancı, xəstə Qasım Dağıstana gedəndə, Ləzi Əhmədlə deyişməyə gedəndə gəldi ki, nişanlısından halal hümmət eləsin. Nişanlısı bildi ki, xəstə Qasım uzaq səfərə gedir, narazı oldu. Çox belə bir kef oldu, bir hal oldu. Xəstə Qasım orada deyir, nə baxırsan oğrun, mənə biganələr kimi, durum dolanın başına şama pərvanələr kimi, gəl gedək Çinə, matına, müştaram siyah saçına, al məni qoyunun içinə, istəhli balalar kimi. Bağlarlar qəsrlər deyir,
Bağbanlar bəslər meyini, dönsün seyraqı blöyünü. Ay balabancı, burada xalq dili rol daşıyır, xalq dili önəm daşıyır. Bəli. Bağbanlar bəslər meyini, dönsün seyraqı blöyünü. Yıxıbsan könlüm öyünü, top dəymiş xanalar kimi. Xəstə qalsın tikmə daşlı, qəlbi nurlu, gözü yaşlı. Uçdu göldən yaşıl başlı, çalxanlı sonalar kimi, çalxanlı sonalar kimi usta balabancı. Bəli. Bir dənə də Göyçə düveytisindən ustadımız alını da ya da salmasa ustadım ruhu bizdən inciyər. Bəli. Aşıqalı o vaxtı ustadı Ağaşıqla Çamırlı kəndində toya gedirdi. Elə ki gəldi bir bulağın başından keçəndə dedi ay usta. Gördü burada qızlar bulaqdan su götürür, bir dövrə vurublar, bir dəst qızlardır. Dedi ay usta yaman yorulmuşam, bəlkə bu bulağın başında bir solğumuz alaq. Usta gördü ki Arif adam idi. Burada nəsə bir iş var. Niftalı bəyin qızı Bəsti xanım da bulaqdan su götürürdü. Yaxınlaşdı qızlar, mənə bəlkə bir bardaq su verəsəniz. Ciyarım ot tutub yanır. Qızlardan su aldı, su içdi. Usta dedi yolumuza davam edək. Dedi biraz dincimizi alaq sonra gedərik. Usta dedi burada bir iş var. Elə ki dincəlir, sazı götür görək nə deyirsən. Orada götürür deyir ki, seyrəngahda cüt gözəlin. Mail oldum birisinə. Dərd məndədir, dərman onda biri ləbi, birisinə. Qızlar bir-birinin qulağına pıçıldadı. Gördü ki, Aşıqalının gözü düşən qız. O birisinə bu qız nə dedisə, dedi Gülxar. Sakit dur, atam eşidər bizi dara çəkər.
Alı bildi ki birinin adı Gülxardır, amma digərinin adını eşitmək istəyirdi. Götürdü görək nədir? Gül derende gül xar oldu. Biri dedi gül, yani gülümse. Xar oldu bilmem dedi birisine. Ziba gördüm kuç ağını, ak əsbəndin kuç ağını, zalim açmaz bucağını, alısına, birisine. Usta Balabancı, Bəli. növbəti havanı Novruzgülünlə, buna şamlar yandı da deyirdiler qədim zamanda, Novruzgülü havasından götürək, görək, Əli Mərdanlı Nəcəfin sözlərinə, necə deyirik, eşlənlər nə eşidir? Gözəl deyil, qar olmazmı? Sənin dərdin qəddim əgər gülə həmdən xar olmazmı? Xar olmazmı ay Balabancı?
alın gelin alın. Yani koyup yesen ya da gelin alın durmadan. İşim ahuzar olmaz, işim ahuzar olmaz. Əyləş görüm Mələkzadə, əlinlə ver mənə badə, məni qoyub geçsən yada, işim ahuzar olmazmı? Olmaz sənin kimi pəri, mənəm hüsnünə müştəri. Olmaz sənin kimi pəri, mənəm hüsnünə müştəri. Nəcəf dəyər müxtəsər, müxtəsər. Nəcəf dəyər müxtəsər, müxtəsər. Səndən mənə yar olmaz, səndən mənə yar olmaz. Səndən mənə yar olmazmı, olmazmı, olmazmı? Olmaz sənin kimi pəri, mənəm hüsnünə müştəri. Nəcəf deyər müxtəsəri, səndən mənə yar olmazmı? Usta Balabancı, Tabii. deyirəm, qurbanını da yada salmasaq, böyük yanlışlıq eləmiş Yox, olarıq. yox, Çünki yox, yox. qurbani aşıq sənətinin ulularındandır, ən zirvədə dayananlarındandır. Bir İrəvan gülü havasından. Bu havaya zaman zaman başqa adlar deyiblər, amma ən düzgünü elə İrəvan gülü havasıdır. Bəzən buna İrəvanda xalqı almadı adından mahnı da oxuyurlar. Amma qədim aşıq havasıdır İrəvan gülü. Durun qalanın başına, can can göz bala göz bala. Durun qalanın başına, can can göz bala göz bala. Aşığından sevdim ben, dur can göz bala göz bala. Gözleridir gözüme, can cana kara göz bala, kara göz bala, kara göz bala. Senden gibi ne sen güzel, göz cana kara göz bala, kara göz bala. Durum dolanın başına, aşığından küsən dilbər, gözlərimi dik gözümə, nə mən dilim, nə sən dilbər. Mülakatın zamanı, can cana kara göz bala, kara göz bala.
qəddin cəbərcəddir, nə desən cana minnətdir. El köçüb, oba xəlvətdir, gəlsən alam, bu sən dilbər, götürür dübarə. Qurbanı özünə bəydir, ya həsrətin qəddim əydi. Nə dedim xətrinə dəydi, bax bu mən dilbər, bu sən dilbər. Bəli mənim əzizlərim, elə ki gəldik bugünkü görüşümüzün son ifasına çatdıq. Həmişə gözünüz, könlünüz sevinç içində olsun, həmişə saz səsi qulağınıza gəlsin, hər birinizin ünvanınızdan aşıq sədası gəlsin. Sonuncu ifamızı siz əziz izləyicilərimizin həmişə məndən istədiyiniz bir hava var, Oğuz bəy havası. Hüseyin Şəmkirlinin başına döndüyüm toy adamları, siz də deyin toya gələn oynasın, ay balabancı. Siz də deyin, toya gələn oynasın. Adını çəkmərəm, eldən ayıqdır. Filankəsin qızı filan oynasın. Çəkmə
dağları bürüdü, həsrətin çəkməkdən canım çürüdü. Bu məclisdə əyləşənin biridir, yaşmağın altından gülər oynasın.